Bəzən nə qədər idman və pərhiz etsək də, bəzi piylər yerindən tərpənir və ya çox gec əriyir. Çünki bədənin bəzi bölgələrində piy hüceyrələri daha dərin və inadkardır. Məhz buna görə də idman və pərhiz həmin piyləri tam əridə bilmir. Bu problemin əməliyyatsız həll etməyin elmi əsaslı və effektiv yolu kriolipolizdir. Bu prosedur piy hüceyrələrini təhlükəsiz temperaturda dondurur və onları təbii şəkildə xaric edir. Kriolipoliz prosedurundan dərhal sonra piy hüceyrələri dondurulur, lakin bədən onları tədricən xaric etməyə başlayır. Nəticələri isə 2-3 həftədən sonra görünməyə başlayır. Bir dəfə dondurulan yağ hüceyrələri bədəndən təbii şəkildə xaric olunur və geri qayıtmır. Lakin yeni piy hüceyrələrinin yaranmaması üçün sağlam həyat tərzinizə davam etdirməyiniz vacibdir. Böyük əksəriyyəti üçün kriolipoliz tam uyğundur. Amma ciddi sağlamlıq problemləri olan və ya hamilə xanımlar üçün uyğun olmaya bilər. Konsultasiya zamanı sizin üçün ən uyğun olan müalicəni təyin edirik.